İbn Avn, Allah ona rəhmət etsin, buyurmuşdur ki, sən əməllərin çoxluğuyla öyünmə, əməllərin çoxluğuna güvənmə. Çünki sən bilmirsən ki, o əməllər səndən qəbul olunacaq, yoxsa yox. Və həmçinin buyurur ki, sən günahlarınla güvəndə olma. Yəni, etdiyin günahlara görə özünü güvəndə hesab etmə. Çünki sən bilmirsən ki, o günahlar barəsində sən bağışlanacaqsan, yoxsa yox. Və həqiqətən sən bil ki, bütün əməllərin hamısı səndən gizlindədir. Yəni, sənin etdiyin bütün əməllər səndən gizlindədir. Və onun üçün hər bir müsəlman, ona verilmiş bu həyatdakı ömür, onun üçün bir fürsətdir ki, öz nəfsini hesaba çəksin.